Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə bu mövzuya toxunmaq, yəni sizinlə bir mövzunu paylaşmaq. Toyuqlara qış aylarında immunitetlərini artırmaq, həmçinin digər virus xəstəliklərindən necə qorumaq, qıxın xırıltının qarşısını alan belə deyərdim, hansı vasitə, təbii vasitənin hazırlanmasını bölüşmək. Yəni bu vasitəni, yəni bu daha doğrusu qarışımı hazırlayıb toyuqlara, hündüşkalara, həmçinin toyuq cücələrinə, hündüşka cücələrinə verə bilərsiniz. Bu immunitetlərini artırır və digər qıx, xırıltı xəstəliklərindən və digər xəstəliklərindən onları qoruyur və sağaldır. Əziz izləyicilər, mövzumuza keçməmişdən öncə artıq dərəcədə sizdən xahiş edərdim. Əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olun, videolarımıza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edərdim. Çünki bir çoxunuz baxırsınız, ancaq like qoymusunuz. Videolarda inkişaf eləmir. Vallahi həvəsdən düşürəm. Çünki boş-boş danışanlara gedib elə baxırsınız. Yəni səhv-səhv məlumatlar vallahi verirlər. Onlara elə baxırsınız, şey edirsiniz, ancaq burada hər mövzuya toxunulur, kitabdan, ondan sonra bildiklərimdən paylaşıram sizinlə. Amma ki, belə deyim, yenə də qiymətləndirmirsiniz, like qoymusunuz. Yəni baxıram ki, məsələn 300-500 nəfər baxıb, məsələn 325 nəfər baxıbdı, 325 nəfərdən 25-i like qoyubdu. Bu like qoymaq çətin şey deyil axı. Baxırsınız, faydalanırsınızsa, əziz izləyicilər, heç olmasa like qoyun. Yəni vallahi o baxıb faydalanıb like qoymayanlara vallahi haqqımı halal eləmirəm. Kim necə başa düşür, düşsün. Nəysə, indi keçək əziz izləyicilər mövzumuza. Deməli, əziz izləyicilər, bu hündüşkaların, toyuqların, ondan sonra digər ev quşlarının, həmçinin toyuq cücəsinin, hündüşka cücəsinin immunitetini artırmaq üçün nə etmək lazımdır? Əziz izləyicilər, bax bu qarışımı versəz qış aylarında, yəni sentyabrdan sonra oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart ayının axırına kimi toyuqlarınızda heç bir xəstəlik olmayacaqdır. Həmçinin də immunitetləri çox güclü olacaqdır. Yəni bu qarışım nədir? Deməli, əziz izləyicilər, bir stakan sirkəni götürürsünüz. Ondan sonra 2-3 belə deyərdim, böyük diş sarımsağı, yəni 3-4 belə diş sarımsağı. Təbii ki, istəsəz bir dənə bütün baş sarımsağı da əzə bilərsiniz. Yəni onun ziyanı yoxdur. Əzirsiniz bir bankanın içində o sarımsağı, üstündə bir xörək qaşığı ya pul biber ya da qırmızı acı istiot töksüz. Ondan sonra bunun da üstünə bir stakan xrustal stakan, yəni arbudu stakan yox, xrustal stakan üzüm ya alma sirkəsindən tökürsüz. Və əziz izləyicilər, bunu tökəndən sonra qarışdırırsınız və bu qarışımı deməli qoysunuz bir yerə, sərin bir yerə, bir gün, 2 gün qalır. Ondan sonra əziz izləyicilər, o qarışımı götürürsüz 10 litr suya qatırsınız və qoysunuz toyuqların, hündüşkaların qarşısına və bunu içirlər. Bunu içən toyuq, hündüşka qıxdır, xırıltıdır və digər belə deyərdim xəstəliklər yoluxmurlar. Həm immunitetləri artır, həm də ki, əziz izləyicilər, digər xəstəliklərdən qorunurlar. Yəni qıxdan, xırıltıdan və digər. Çünki bunun içində biber olduğundan acı bilirsiniz də, həm onların qıxdan, xırıltıdan, həm də digər o virus xəstəliklərindən qoruyur. Həmçinin də əziz izləyicilər, qurdunuzadə salır, sarımsaq onu kimi həm immunitetini artırır, həm qıxdan, xırıltıdan şey eləyir, yəni qoruyur. Həm də ki, bütün o qurddan, zaddan toyuqları müalicə edir də, yəni də təmizləyir. Düzdür, o qədər də eləməsə, ancaq az da olsa təsir edir. Bundan sonra da əziz izləyicilər, belə deyərdim, sirkə, yəni alma ya üzüm sirkəsi toyuqların immunitetini artırır. Yəni bu qış aylarda xüsusən vermək lazımdır.
Həmçinin əziz izləyicilər, balaca cücəlilər də bunu verə bilərsiniz. Böyük toyuqlara çalışın bu qış aylarında bir həftə ən azı ondan verin. Məsəl üçün 10 litr su hazırlayırsınız. İndi sizin toyuğun sayına baxır. Məsəl üçün 10 litr suyu bir günə içə də bilərlər, 2 günə içə də bilərlər. Ona görə yəni bir həftə onu içirtmək lazımdır. Yəni hazırladınız, misal üçün bir gün o suyu qoydunuz, 2 gün içdilər, 3-cü günə su qutarıb yenidən hazırlayın. 4 gün, 5 gün belə bir həftə ən azı 7 gün, 8 gün onlara verin, ayda bir dəfə. Bu immunitetlərini artıracaq, xırıltı xəstəliklərindən qoruyacaqdır və belə deyərdim, digər o xəstəliklərdən, virus xəstəliklərdən toyuqları qoruyacaqdır. Mən indi gələn videolarımda əziz izləyicilər onun necə hazırlanmasını çəkib sizinlə paylaşacağam. Belə deyərdim, o sirkənin, sarımsağın, ondan sonra acı stiyotun, pul bibarın, yəni qarışığının, yəni ya acı stiyot olmalıdır, ya pul bibar, hansı olmasa ondan edə bilərsiniz. Və əziz izləyicilər, yəni hansı olsa daha doğrusu, və əziz izləyicilər, bunu siz cücələrə də verə bilərsiniz. Yəni cücələrə qabaqlarına qoyub, misal üçün soz alma varsa, yəni büzüşürlərsə, 1 aylıq cücələrdə, 2 aylıq cücələrdə belə soz alma, büzüşmə varsa, kefsizdirlərsə, qayırıb qabaqlarına qoya bilərsiniz. Onu içən cücə həm immuniteti artır, həm belə deyəlim qıxdan, xırıltıdan qurtarır, həm də ki, digər o xəstəliklərdən, yəni hansısa xəstəliyə zada yoluxublarsa, ondan belə deyim sağalırlar və hündüşka ballarına da onları verə bilərsiniz. Özünüz nəticəsini görəcəksiniz ki, necə sağaldır, xırıltını götürür və immunitetlərini artırır. Yəni immuniteti artan toyuq da özünüz görəcəksiniz ki, yaxşı yumurta edir və həmçinin hündüşkalılar zada da bunu vermək lazımdır ki, bu soyuq aylarda hündüşkalar biz istəyiniz sevəndilər. Həmçinin bu virus xəstəliklərinə tez yoluxa bilirlər. Ona görə bunu vermək lazımdır. Xüsusən toyuqlara, hündüşkalılar soyuq aylarda ki, soyuq aylarda vitamin olmur, oksafyanı yemirlər. Daha indi çox toyuqlar gün işığından məhrum olurlar. Yəni gün işığı olmur, D vitamini ala bilmirlər və digər vitaminlər otdan zatdan ala bilmirlər deyə bir çox xəstəliklərə yoluxa bilərlər. Ona görə bu qarışımı hazırlayın, inandırım siz çox super effekt verir. Balaca cücələrə, yəni 15-20 günlük keçmiş, yəni bir ayınız adı belə keçmiş cücələrə də verə bilərsiniz. Soz almanın zadın qarşısını alır, həmçinin hündüşka ballarına və böyük toyuqlara və hündüşka ballarına verə bilərsiniz. Təbii ki, ördəyə qaza da vermək olar, ancaq ördəyə qaza elə ehtiyac yoxdur. Onların immuniteti güclü olur, onlar yəni hər saat xəstəliyə yoluxmurlar. Xüsusən bu toyuqlarda, hündüşkalarda bu problemlər olur. Ona görə sırf onlara vermək lazımdır. Yəni bu toyuqdur, hündüşkadır, həmçinin onların balaları, cücə, hündüşka balasına vermək lazımdır. Onu da isə cücəllər hündüşka ballarına bəlkə qeyd etdiyim kimi, yəni 20 günlük, bir ayını keçəndən sonra vermək olar, əgər sozalma zat varsa. Ümumiyyətlə sozalma olmasa da, yəni vermək lazımdır. Yəni bir çox xəstəliyə yoluxmasınlar, yoluxublarsa təmizlənsinlər. Böyük toyuqlara isə qış aylarında xüsusi vermək lazımdır. Yəni sentyabrdan sonra soyuq aylar düşdü. Payız aylarında oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart. Düz marta kimi 6 ay bunu vermək lazımdır ki, toyuqları virus xəstəliklərindən qorusun, immunitetlərini artırsın və xəstələnməyə onda yoluxmurlar. Bax, belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışam verəm. Gələn videomda bunun hazırlanmasını sizinlə paylaşacağım. Baxarsınız, sizdən də artıq dərəcədə xahişim odur ki, kanalımıza abunə deyilsinizsə abunə olun və artıq dərəcədə sizdən xahiş edirəm ki, like qoyun videolarımıza. Sağ olun, salamat qalın.